Axşama qədər nə yeyirəm, nə içirəm, nə edirəm, sağlam olmaq üçün, aktiv olmaq üçün nələr edirəm, videonu izləyin. Səhərlər tələsməmək mənim üçün prioritetdir. Uşaqları yola salandan sonra nəfəslə günə başlayır. Daha sonra isə mətbəxə keçirəm. Hava bugün çox gözəl. Səhər yeməyim illərlə dəyişmir. Gün boyu enerji, canlılıq və toxluq hissini yalnız yumurtadan alır. Sadəcə bir dəqiqəyə bişir. Omletimi badımcan kürüsü və xlebçi ilə yeməkdən zövq alır. Və nə yalan deyim, çəngəllə yox, məhz əllə yeməyi xoşlayıram. 40 dəqiqə sonra isə mənim amerikano saatim gəlir. Artıq gün boyu işlərim başlayıb, telefonun başındayam, zənglərə, mesajlara cavab verirəm. Amerikanomu mütləq şokoladla içirəm. Yarım saat sonra idman geyimlərimi geyinirəm. Gündəlik su içmək və qida əlavələrimlə günə davam edirəm. 45 dəqiqə yürüyüş edirəm. Daha sonra isə saçlarımı hazırlayıram, makiyajımı eləyirəm və günümün digər hissəsinə hazırlanıram. Bugün çox məşğul gün məni gözləyir. Gəlin görək hara gedəcəyik. Geyimimi də elə gedəcəyim yerə uyğun daha ciddi tərzdə seçmişəm. Nəysə evdən çıxırıq. Bugün günorta yeməyimi evdə hazırlaya bilməmişəm. Ona görə də güvəndiyim bir restorana gedirəm. Günüm məşğul olacağı üçün də yeməyimi böyük porsiyada yeyəcəm ki, axşam yeməyinə də ehtiyac olmaz. Gəldim çox sevimli kafemə Karma. Buranı yəqin ki bir neçə dəfə storylərimdə görmüsünüz. Karmada bütün ingrediyentlər ən orqanik, ən təmiz şəkildə seçilir. Çörəklər, yağlar, soslar, pendir belə kafe tərəfindən özəl olaraq hazırlanır. Sifarişlərimi verib konsultasiyama keçirəm. Kafenin interyeri və sakitliyi elə iş görüşlərimi keçirmək üçün də idealdır. Daha sonra isə yeməklərim gəlir. Yəqin ki səsimin tonundan bu yeməkləri nə qədər çox sevdiyimi başa düşəcəksiniz. Masada gördüyünüz hər şey %100 sağlam. Burada ən favori yeməyim sözün açığı can ətli sendviç. İçindəki ət steak əti, çörəyi qarabaşaq unundan, yanındakı enerji salatının tərkibində isə 22 faydalı ingredient. Heç bir ağırlıq köpüsü yaratmır. Bir də bu moruqlu içkini mütləq sınayın. Burada da işlərimi yekunlaşdırıb Elm və Təhsil Nazirliyinə qonaq olaraq gəldim. İş mühitində sağlam həyat tərzi mövzusunda gözəl müzakirələr aparırıq. Möhtəşəm bir günün sonunda evə gəlirəm. Hər kəs yatandan sonra bir qədər şəkil çəkirəm. Enerjili günü sakit sonlandırmaq mütləqdir. Və yuxudan öncə də mütləq fitman metodika hərəkətlərini tətbiq eləyirəm. Bax belə, bu cür vloqların davamını istəyirsinizsə, rəylərdə yazın.